16-cı Microsoft Word dərsində hər kəs salamlayıram. Bu dərsdə review təbini anlatmağa çalışacağım. Təbdə mövcud funksiyaları anlatmağa çalışacağım. Spelling and grammar, bu funksiya qrammatik səhvləri aşkarlamaq üçün istifadə olan funksiyadır. Spelling and grammar funksiyasını bastım və göstərir ki, heç bir qrammatik səhv yoxdur. OK deyirəm. Sonra defined funksiyası. Defined funksiyası dictionary, yəni lüğətdən istifadə etmək üçün təyin olunmuş funksiyadır. Hansı bunun üçün biz qeydiyyatdan keçməliyik. Microsoft hesabı ilə, account ilə qeydiyyatdan keçməliyik. Mən qeydiyyatdan keçmirəm. Siz təbii keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra müxtəlif dictionary, yəni lüğətlərdən istifadə edə bilərsiniz. Hansı ki, bu söz o lüğətdə mövcuddursa, o sözün tapıb istifadə edə bilərsiniz. Yəni qrammatik olaraq doğru formasından təbii ki, söhbət edir. Thesaurus funksiyası, hansı bu funksiya hələ Azərbaycan üçün aktiv deyil, yəni Azərbaycan istifadə etmək olmur. Bu funksiyanın mənası ondan ibarətdir ki, məqsəd ondan ibarətdir ki, biz bu funksiya bizə suggestionlar, yəni təkliflər irəli sürür ki, biz hər hansı bir sözün ilk hərflərini daxil etdiksə, onu uyğun digər artıq uyğun sözləri göstərir və onların üçün biz istədiyimiz sözü seçib daxil edə bilərik. Word count funksiyası mətndə və yaxud da seçdiyimiz aralıqda sözü sayır, burada səhifəni sayır, sözü sayır, xarakter, yəni hərf sayını və s. paragraf sayını, line, sətir sayını hamısını sayıb göstərir. Və yaxud da heç bir hissəsini, sənədin təxminən heç bir hissəsini seçməsək, ümumi sənədi göstərəcək. Yəni 467 sözdən ibarətdir. Və yaxud da ki, mən 2 sətir seçdim, word count dedim. Səhifə 1-də 21 sözdən ibarətdir, 136 xarakter, 157 xarakter, yəni hərf, hansı with space, hansı boşluqlarla bircə, paragraf 0 paragraf, 2 line, yəni 2 sətirdən ibarət olduğunu göstərir. Bu word count eyni zamanda səhifənin sonunda aşağı sol hissəsində 467 ümumi sənəddə olan sözlərin sayını göstərir. Sonra language qrupunda translate funksiyası var. Translate funksiyası vasitəsilə translate document üçün sənədi tərcümə edə bilərik. Bu funksiyada hələ Azərbaycan dili üçün mövcud deyil, hansı ki, Azərbaycan dili yoxdur. Və selected text seçdiyimiz müəyyən bir sənədi müəyyən bir hissəsini tərcümə etmə imkanımız var. Əgər Azərbaycan dili üçün təbii ki, mövcud olsaydı. Language funksiyası, language preference seçdim və biz optionsdan da girə bilərik bura. Hansı ki, bizə ümumi Word proqramının dilini dəyişməyə imkan verir. Yəni burada home yox, ana səhifə, misal üçün, səhifəmiz Azərbaycanda ana səhifə gedir. Ana səhifə ola bilər, yəni Azərbaycan dilində olacaq bütün bu təblər, funksiyalar, adları. Onun üçün language seçirik və burada gördüyünüz kimi İngilis dili, Rus dili, Ukrayna dili install, yəni artıq bu dilləri aktivləşdirə bilər. Azərbaycan dilini də install edib, yəni not install göstərir bizdə. Aktiv edə bilərik, hansı ki, artıq Word proqramı bizdə Azərbaycan dilində olacaq. Comment funksiyası mətndə hər hansı kommentin şərhinin daxil edilməsi üçün istifadə olunur. Comment funksiyasını basdıqda səhifənin kənarında sağ hissəsində açılan bölmədə şərh daxil edə bilərik. Dərs 16 yazdım və kimin daxil edildiyini də göstərir, hansı user'ın counter istifadəçisini daxil etdiyini də burada göstərir.
enter dedim və bu kommenti üzərini saltmayan basmaqla açılan pəncərədə delete deyərək sildə edə bilərik. Next previous deyərək növbəti və yaxud da əvvəlki kommentlərə baxa bilərik. Bizdə birdən olduğu üçün bu funksiyalar işləmir və delete etməklə delete və yaxud da delete all. Delete deyirsə sadəcə bu kommenti siləcək. Delete all deyirsə sənəddəki bütün şərhləri, kommentləri siləcək. Delete all dedim və bütün kommentləri sildim. Trace change bu funksiya vasitəsilə biz sənədin aktivləşdirdikdən sonra sənəddə etdiyimiz dəyişiklikləri görə bilərik. Misal mən bu sözü sildim. Trace change aktiv olduğu üçün silmir və üzərinə xətt çəkir. Yəni bu silmək deməkdir artıq və sonra sağ hissədə all markup, yəni simple markup, all markup, no markup deyərək trace change funksiyasının yaddaşında olan dəyişiklikləri müxtəlif versiyalarda göstərir bizə. Orijinal versiyası isə bu formadadır və show markup deyərək açılan hissədə comment, ink, format, balance və s. Aktivləşdirərək comment misal üçün qeyri-aktiv edərək səhifədə göstərməyə bilərik və yaxud da aktiv edərək səhifədə göstəririk. Accept, reject isə accept etdiyimiz dəyişikliyi qəbul edirik. Accept tək ola bilər və accept all change deyə bilərik və reject də eyni zamanda reject and move the next, yəni tək sadəcə etdiyimiz yeganə dəyişikliyi reject imtina edə bilər və reject all change bütün dəyişikliklərdən imtina edə bilərik. Eyni zamanda next və preview deyərək növbəti və əvvəlki dəyişiklikləri görə bilərik. Compare funksiyası isə götürək ki, biz etdiyimiz dəyişikliyi yadda saxlamamışıq, save etməmişik. Bu halda compare funksiyasına basırıq. Açılan pəncərədə sənədin orijinal versiyasını və sənədin son dəyişdirilmiş versiyasını seçərək OK basırıq və artıq müqayisə edərək istədiyimiz dəyişikliyi geri qaytara bilərik və yaxud da baxıb düzəldə bilərik.